Kürdəmir şəhər stadionunun sınıq sökük qapılarından içəri daxil oluruq. Buradan vaxtilə futbolçular meydançaya çıxıb, sevimli azarkeşlərinin önündə top qovurdu. Amma indi meydançada nə futbolçular var, nə də azarkeşlər. Onların yerini ot basmış sahəni paylaşan dovşanlar və göyərçinlər tutub. Bəlkə də bunun rəmzi mənası var, kim bilir. Bəlkə də dovşanlar meydançada onlar kimi sürətli olmağın, ağ göyərçinlər isə qələbə müjdəçisi və əzmkarlığın lazım olduğunu simvolizə edir. Əlgərəs, nə qədər qəribə səslənsə də, indi bu heyvanlar stadionun yeni sahibləridir. Ya da bəlkə bu mənzərə sadəcə ərazinin sahibsizliyindən, unudulmuşluğundan xəbər verir. Vaxtilə gərgin oyunların keçirildiyi bu stadionda dərin bir səssizlik hökm sürür. Baxımsızlıqda ətrafı köl-köz basıb, tribunalar uçub dağılıb, beton hissələr qopur, yerindən çıxmış oturacaqların üstündə isə artıq ot bitir. Elə bil onlar da danışmağa çalışır. Ya bu stadionun keçmişini xatırladır, ya da meydanda hoplanan dovşanlara, havada süzən göyərçinlərə azarkeşlik edir. Vaxtilə Sümbül komandasının üzvü, uzun illər stadionun rəhbəri olmuş, hazırda isə uşaq futbol komandasının məşqçi müəllimi kimi çalışan 71 yaşlı Əfrail Həşimov da mövcud durumdan narahatdır. O deyir ki, rayonda potensiallı uşaqlar olsa da şərait yoxdur. Əgər stadion normal vəziyyətdə olsa, Kürdəmirdən də peşəkar futbolçular çıxar. Məsələn, 4-5 il əvvəl burada hətta qız futbol komandası da yaradılmışdı. Yarışlar da keçirilirdi. Amma meydança tələblərə cavab vermədiyi üçün futbolun inkişafı dayanıb. Çox güclü oyunlar keçirilir burada. Respublika səviyyəsində. Bura SSR birinciliyinə gedib çıxmışdı. Sovetski Sportda, yəni o qəzet var idi. O qəzetlərdə də bu komandanın adı gedirdi. Şirvan Kürdəmir. Oyunlar çox olub burada. 2 dənə meydançamız vardı. Biri ehtiyat üçün, biri əsas oyun üçün. İndi burada iştihat vermir nazirlik. Mən nazirin qəbulunda oldum 1 il öncə. Onlar söz verirlər ki, baxacaq, eləyəcək. Hal-hazırda gördüyünüz səviyyədədir. Bir tərəfdə məişət tullantıları, digər yanda isə vaxtilə quraşdırılan, indi isə bərbad vəziyyətə düşən tablo. Stadionun işıqlandırılması üçün nəzərdə tutulan dirəklər də çoxdan öz ömrünü başa vurub. Bir vaxtlar bura yığışan azarkeşlərin coşqusu, futbolçuların qələbə sevinci indi sadəcə xatirələrdə qalıb. Uşaq yaşlarından futbola həvəs göstərib, müxtəlif komandalarda yer almış. Hazırda Kürdəmir futbol komandasının kapitanı Qurban Həsənov da hazırki acınacaqlı vəziyyətdən danışdı. Uşaqlar hamısı pərakəndə düşüb. Biri oxusu rayonda, biri bu rayonda. Gördüyünüz kimi də Kürdəmir stadionu bərbad haldadır. Normal bir vəziyyətdə istəyərdik və biz də futbola, biz getdikcə bizim cavanlarımıza başa düşdük. Arası rayonlar var ki, rayonun kəndi region liqasına qatılır. Bu boyda Kürdəmir rayonu, yəni bir dənə region liqasına qatıla bilmir. Yəni bu səbəbdən bütün cavanlar hamısı tələf olub gedir. Kürdəmirdə yaşayan Amil Səfərovun da futbola həvəsi uşaqlıqdan başlayıb. Hazırda oyunlara qatılan 32 yaşlı futbolçu bölgələrdə peşəkar futbolçuların yetişməməsini şəraitsizliklə əlaqələndirir. Ot örtüyü yox, meydança yaman gündə, skamerkalar sındırıblar. Yəni bu vəziyyətdə də torpaqdır, yəni səhraya oxşayır. Kimə müraciət edirsən, heç kim baxmır. Məsələ ilə bağlı Gənclər və İdman Nazirliyi ilə də əlaqə saxladıq. Qurumun mətbuat xidmətindən bildirildi ki, sözə gedən stadionla bağlı hər hansı bir açıqlama verə bilməyəcəklər. Qısacası, stadionun vəziyyətindən xəbərdar olduqlarını bildirsələr də, burada təmir, bərpa və yenidən qurma işlərinin nə vaxt görülə biləcəyi ilə bağlı məlumat verilmədi. İndi isə stadionu bürüyən bu səssizlik sanki bir sual verir. Futbolun bir zamanlar yaşadığı bu məkanda nə vaxtsa yenidən həyat qaynayacaqmı?